növbəti həftələrdə, elə Vəfa xanımın doğum günündə siz də dəvət etsək canlı yayıma gələrsiniz? Yox, biz elə heç vaxt yaxın sıx münasibətimiz olmayıb. Yəni bir-birimizin doğum gününə gedək. Doğrusu mən doğum günü etməmişəm. Həm də elə bizim əzəldən, yəni elə yaxın münasibətimiz olmayıb ki, indi də gedim o özü dediyi kimi bu son dövrlərdə eşitmişdim. Yəni saxtalıq, sünilik olar. Biz dəvət etsək, həm də Vəfa xanım sabah canlı efirdə dəvət etsək gələrsiniz? Yox, onu kadr arxası bəlkə təbrik eləyərəm. Nə zamansa qismət olarsa, Allah təbim sağlam ömür verərsə təbrik eləyərəm. Amma belə yox. O dəvət etməz, mən də gəlmərəm. Münaqişəni kim başlatdı? Münaqişəni özü də boynuna almışdı verilişdə. Özü də qəbul etmişdi ki, deyir mən elədim. Mən birinci başlatdım. Yəni xanım başlatmışdı. Ona görə də mən cavabımdan bitdi o. Çünki aramızda boyda söz-söhbət olub, ondan sonra da müsahibələr olub, nə bilim biz olan səhnə, nə bilim mən olan səhnə, belə bir söhbətlər olub. Artıq tamaşaçını aldatmış kimi olar. Amma belə durum mən onunla hər gün bir araya gəlim, yaxın olum, elə şey olmayıb. Mən zəng etsəm hal-hazırda, telefonla zəng etsəm Vəfa xanıma ki, bir də təbrik edin də, çünki sizi izləyir, həm bayram yaxınlaşır, həm doğum günü yaxınlaşır. İstəyirsə qoy o təbrik edeyim. Gözəl xanım, sizi təbrik edirəm. Doğum gününüz mübarək olsun. Allah sizə uzun ömür, can sağlığı versin. Bu da mənim sizə təbrikim. Mən hal-hazırda Vəfa Şərifovaya zəng etsəm, siz onu təbrik etməyəcəksiniz telefon vasitəsilə. Yox. Yox.